Alın ver bana. Yok burada. Ver. Alın ver buna çıkacak. Benim buraya gelmeye esas maksadı bu tamaşanı yeniden görmektir. Ve bizim Milli Dram Tiyatro'nu tebrik etmektir. Bu tamaşa bizim için bugün sizin tarafınızdan halkımıza, vatandaşlarımıza təqdim olunan bu tamaşa iki taraftan çok ehemmiyetlidir. Birinci bizim büyük dramaturgumuz, büyük yazışımız, büyük mütefekkirimiz Cəfər Cabbarlının 100 illik yubileyine əsr olunubdur. İkinci de bu güzel tiyatronun ve ümumiyyətcə Azerbaycan'da dünyevi tiyatronun yaranmasının 125 illiyine əsr olunubdur. Uzun bir fasileden sonra siz yeniden bu tamaşaya qayıtmışsınız. Belki burada yine de benim de biraz hizmetim var ki ben Cəfər Cabbarlının 100 illik münasibətiyle ferman imzaladım. Siz de çok bu fermana cevap vererek onun güzel eserlerinden birini hazırladınız ve bugün takdim ettiniz. Hatırladım ben, geçmişte de görmüşüm bu tamaşanı. Bugün biraz yeni kuruluştadır. Müəyyən qədər müasirləşdirilibdir. O gördüğümden biraz farklıdır. Ancak her bir yeni merhale tabidir ki bizi irəli aparır. Bugün çok güzel. Birinci Mikail Mirza gerek ki ilk defa rejissorluq demek işine başlayıbdır. O bunun birinci rejissorluq əsəridir ve hesab edirəm ki bu əsər də çok uğurludur. Ona göre ben seni tebrik edirəm ve eğer bu yolla gedəcəksənsə ben sana bu yolda da uğurlar arzulayıram. Hamınız tanırsınız benim için. Yeni adamlar yoktur. Görürəm o 25 yıl bundan önce burada gördüğüm adamlarda görürəm. Hacı Vəli de gerek orada duruptur. Onlar o vaxtda vardılar. O vaxt Mikail Mirza yeni səhnəyə çıxırdı. Ama Rasim Balayev'daki elə o illerin məhsuludur. Babək filminin məhsuludur. Bəli. Yox, Nəsimi filminin məhsuludur. Artist üçün, aktyor üçün her bir rol əhəmiyyətlidir. Görürəm bu şəklini. Onun adı da yadımdan çıxıb, famili de yadımdan çıxıb. Ancaq şəkili. Bəxtiyar da buradadır, şəkilidir. Çünkü o şəkil ləhcəsində elə danışır ki, Bəxtiyar Vabzədə də o cürə danışa bilməz. Ancaq yeni genç ben görürəm bizim istedadlı insanları. Məlikə xanımı hansı ki Gültekin rolunu çok güzel məharətlə ifa etdi və deyə bilərəm ki heç Fatma Qədir'in de ifasından geri qalmır. Nuraddin Mehdixanlı Aydın rolunu çok güzel ifa etti. Burada da yine benim müqayisə üçün Ələsgər Ələkbərov deyə bilərəm. Çünki Ələsgər Ələkbərov mənim hafizəmdə deyə bilərəm ki bütün gördüğüm aktyorlardan, hatta ben Abbas Mirza Şərifovu da görmüşəm. Onların hamısından mənim üçün yüksəkdir. Doğrudur, qoy Hasan Turabov inciməsin bu rolü, o da oynayıbdır. Onu da bilirəm. Ancaq hər devrin öz hökmü var. Bugün üçün bu tamaşanı təqdim edənlər və baş rolları oynayanlar özlerine düşən vəzifələri çox gözəl ifa etdilər. Mən sizin hamınızı təbrik edirəm. Sizə yeni sənət uğurları arzulayıram. Sağ olun. Çok sağ olun. Alın ver bana. Yok burada. Ver. Alın ver buna çıkacak.
Gələcəyəm sənin yanına, muzeyə də gələcəyəm. Sadəcə vaxt axtarırım. Çalış məndən tez-tez əlaqə saxla. Yadıma sal yenə. Yaxşı, çox sağ olun, çox sağ Sağ olun. olun, sağ olun. Sağ olun, sağ olun. Sağ olun.